Oturup durubsuz, pensiyanı qaldırın 70 yaşa. Oturup durubsuz, cəmaatın maaşını kəsibsiniz. Oturup durubsuz, qazının pulunu kəsibsiniz. Oturup durubsuz, şəhidin anasına sataşıbsınız. Ala siz qəhbələr bilən, haçanacan bizə çəkdirəcəksiniz. Biz bezmişik sizin əlinizdən. Mənim əlimdə imkan və olsa var ha, sizin hər gün birinizin qanın üzümə sürtərəm, üzümə, belə üzümə. Belə şey olar, necə yəni Suriyaya bulan ürəyi yanır, məktəb tikirlər. Sən öz məktəbin qəhbəxana da, ha? Aftafa pulu, pərdə pulu, cəmaatın günü qara olub, uşaqların məktəbə göndərəndə elə bir Sırat körpüsündən keçirlər, elə bir cəhənnəmə göndərirlər balaların. Siz nə cəmaatı, nə istəyirsiniz bu cəmaatın canından, bu çətin dünyada? Ha? İranı bəyənmirsiniz. Ala İranın xalqı, ora baxın. Bombanın altında küçələrdədirlər. Arvad uşağınızı qoydunuz, qaçdınız siz. Bəs sürün də bu cəmaata nə qədər zülm eləyərlər. Bu cəmaata nə qədər müsibət eləyərlər, ağladarlar. Necə ana, qazi öz qəlbindən bıçağı niyə vurmalıydı? Onun balası yetim qaldı. Ay balalarımızın meydi kamazın altında qalsınlar. Ay balalarımızın tikələri, parçaları tapılmasın. Bəs sürün də sizin o qarnınızı kəfənə büküb doymadınız. Ölürlər, insanlar ölürlər.